kontekstdə xəbərləri təqdim edib müzakirəsində apardıq. İndi isə Hindistan-Pakistan gərginliyindən danışacağıq. Dedi ki, bütün münaqişə ocaqları ilə bağlı məlumatları verilişimiz ərzində sizinlə bölüşəcək və bu iki ölkə arasında artan gərginlik beynəlxalq vasitəçilik səylərini hərəkətə gətirib. Tehran bu dəfə tərəfləri sakitləşdirmək üçün diplomatik təşəbbüslə çıxış edir. İranın Xarici İşlər Naziri bölgəyə səfərlə münaqişəyə dialoq yolu ilə həll tapmağa çalışır. Eyni məqsədlə Moskva da hərəkətə keçib və tərəflərlə əlaqələrini gücləndirir. Analitiklər isə bu prosesdə yeni aktorların da iştirakını istisna eləmirlər. Tehran Hindistanla Pakistanlı gərginliyi azaltmağa çağırıb. İranın Xarici İşlər Naziri Abbas Arakçi İslamabada səfəri zamanı bu barədə açıqlama verib. Onun səfəri İranın münaqişənin həllinə kömək etməyi təklifindən sonraya təsadüf edib. Arakçi iki ölkə arasında vasitəçilik etməsi üçün Pakistana gedib. Tehran əsas məqsədinin hərbi əməliyyatları yumuşatmaq olduğunu deyir. Çünki artan eskalasiya riskləri diplomatik düyünlərin də çoxalmasına gətirib çıxara bilər. Ölkə regionda iki nüvə gücünə sahib dövlətin qarşıdurma yaşamasında maraqlı deyil. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Arakçinin vasitəçiliyi danışıqları üçün Hindistana gedəcəyini də açıqlayıb. Nazirin mayın 8-də İran-Hindistan birgə komissiyasının iclasında da iştirak edəcəyi gözlənilir. Analitiklərin fikrincə İranın münaqişənin həllində vasitəçiliyə can atması ölkənin nüfuzunu artırmaq istəməsindən irəli gəlir. Bu vasitəçilik İrana imkan verir ki, özünün regionda nüfuzunu artırsın və eyni zamanda Hindistan və Pakistanla müəyyən qədər yaxınlaşsın. Ya bildiyimiz kimi İranın özünün də beynəlxalq reytingi çox yüksək səviyyədə deyil və o da Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən ciddi təzyiq altındadır və bununla İran həm Hindistan, həm Pakistanla yaxınlaşmaq istəyir, həm də ki, gələcəkdə Amerika Birləşmiş Ştatları ilə danışıqlarda müəyyən bagaj toplamaq istəyir. Tehranla yanaşı Moskva da vasitəçilik səylərini gücləndirməyə çalışır. Bu barədə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Pakistanlı həmkarı İsaqdara müraciət edib. O deyib ki, Kreml münaqişənin nizamlanmasında yardım etməyə hazırdır. Nazir artan gərginliyin Rusiyanın diqqətindən yayınmadığını vurğulayıb. Müzakirə zamanı rəsmilər Moskva İslamabad əməkdaşlığının müxtəlif sahələrinə də toxunublar. Bundan bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub. Onlar Pahalgamda baş verən son terror aktını müzakirə ediblər. Modi ətraflı danışıqlar üçün Putini Hindistana dəvət edib. Kreml rəhbəri də öz növbəsində bu dəvəti qəbul edib. Şərhçilərin sözlərinə görə Rusiyanın həm Hindistan, həm də Pakistanla sıx əlaqələri olduğu üçün vasitəçilik rolunu üstlənməyə çalışır. Bununla yanaşı digər ölkələrin və təşkilatların da müzakirələrə cəlb olunması istisna edilmir. Uluslararası tarafsızlığı kanıtlanmış komisyonlar tarafından Hindistan ve Pakistan'da kabul edeceği ülkelerden de heyetlerin dahil olduğu bir şekilde ayrıntılı ve tarafsız bir araştırma komisyonu kurularak bu terör saldırısını kim, neden, niçin ve hangi amaçlarla kimlerin teşvik ve tavsiyesiyle yaptığının ortaya konulması ile Hindistan'ın şüphelerinin giderilmesi sağlanabilir. Münaqişənin həllində maraqlı ola biləcəklər siyasında Asiya nəhəngi Çin və digər qlobal güc olan Birləşmiş Ştatlar göstərilir. Doğrudur, bu ölkələrdən hələ ki İran və Rusiya səviyyəsində açıqlamalar gəlmir, lakin analitiklərin fikrincə onlar hələ ki hadələrin axarını izləyir. Digər tərəfdən Pakistanla yaxşı əlaqələri olan Türkiyə də vasitəçilik səylərini artıra bilər. Yəqin ki, onlar bu prosesin hansı istiqamətdə getməsindən sonra qərar qəbul edəcəklər. Mən düşünürəm ki, Türkiyədə yenə də Pakistan və Hindistan arasında vasitəçilik missiyasıyla çıxış etmək istiqamətində müəyyən təkliflər irəli sürəcək. Bu da Türkiyənin Pakistanla münasibətlərinin çox yüksək səviyyədə olması ilə əlaqədardır. Əgər Hindistan tərəfindən qəbul olunarsa, heç şübhəsiz Türkiyədə bu missiyanı öz üzərinə götürə bilər. Qeyd edək ki, iki ölkə arasında vəziyyət Pahalgam hücumundan sonra gərgin olaraq qalır. Son məlumatlara görə Hindistan hərbi hava qüvvələri Pakistan sərhədində hazırlıq vəziyyətinə gətirilib. İrəli bazalardakı silahlı təyyarələr mümkün döyüş əməliyyatları üçün gözləmə rejimindədir.